40-cı suala baxırıq. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8 milyon 300 min nəfər, kənd əhalisi 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Urbanizasiya nədir? Şəhər əhalisinin faizi. Yəni bizdən soruşur ki, şəhər əhalisi ümumi əhalinin neçə faizi? Onu tapmalıyıq. İlk öncə şəhər əhalisini nəfərlə tapaq. Onda əhalinin ümumi sayından, yəni 8 milyon 300 min nəfərdən çıxıram kənd əhalisini, yəni 3 milyon 984 min nəfəri bərabərdir. Bu edəcəkdir 4 milyon 316 min nəfər. Bu oldu şəhər əhalisinin sayı. İndi şəhər əhalisini faizlə hesablamalıyıq. Onda tənasüb qururuq. 8 milyon 300 min nəfərə 100% əhalidir. 4 milyon 316 min nəfərə də x% əhalidir. Buradan da çala-çarpaz vurub hesablayanda x bərabərdir 52% edəcəkdir. Və yaxud da ikinci metod necə hesablaya bilərsiniz? Tənasüblə rəqəmləri vurmaq uzun-uzadı gedir. Məsələn, riyazi biliklərinizi əsasən yada sala bilərsiniz ki, şəhər əhalisi ümumi əhalinin neçə faizini təşkil edir? Şəhər əhalisini 4 milyon 316 mini bölürsünüz ümumi əhalinin sayına, yəni 8 milyon 300 minə, vurursunuz 100%-ə. Yəni A ədədi B-nin neçə faizini tapanda A-nı B-yə bölüb vurursan 100-ə. Bu da yenə edəcəkdir 52%. Yəni məncə ən əsas metod budur. Bunu həmişə istifadə edin.